Bugün aprel ayının 13'ü Tofiq Yaqublu ilə görüş günümüzydü və eyni zamanda da qeyd edim ki, bugün artıq 13 gündür ki, Tofiq Yaqublu aclıq aksiyası eləyir. Halsız idi. Hətta təcrübəli işçiləri qolundan tutub gətirdilər onu görüşə. Üzü çox arıqlı, ümumiyyətlə çox çəkir, titrib, çox hiss olunur. Bənizi boğunuqdur, qaradır, gözləri çuxura düşüb və yenə qeyd elədi ki, gecələr yata bilmir və eyni zamanda gözləri zəif görməyə başladı. Əvvəllər adətən nəsə oxuyanda və yaxud da ki, televizora baxanda eynəkdən istifadə edirdisə, amma indi mütəmadi olaraq eynəkdən istifadə edir, gözləri zəifləyib. Bugün çəkisi 86 kiloqram 100 qrama düşüb artıq. Vəziki 117-79, ürək döngüsü 105, saturasiyası isə 95-dir. Ancaq yenə də deyir ki, gecələr yata bilmirəm və mən dəfələrlə bununla bağlı saf post yazmışım ki, aclıq edən bir adamı öz ərsəsindən müəssisə rəhbərinə bildirir ki, aclıq edir və onu qaldığı kameradan tibb məntəqəsinə köçürmüşlər aclıq etdiyinə görə, amma yenə indiyənə qədər yenə gündə 3 dəfə onun kamerasına yemək gətirib qoyurlar. Sözsüz ki, bu humanizm prinsipinə ziddir. Adamın görünən odur ki, Azərbaycan hakimiyyəti Tofiq Yaqubun iradəsini yoxlamaqda hələ də israrlıdır. Əmin olmuyor bu qədər vaxtda ki, aclıq aksiyalarında deyəsən əmin olmuşlar ki, Tofiq Yaqublu aclıq edir və nə vaxtsa dayandıra bilər. Sözsüz ki, bunun tapşırığı prezident aparatından gəlir ki, aclıq elan etmiş Tofiq Yaqublu gündə 3 dəfə kamerasına yemək gətirilsin və saatlarla o kamerasında qalsın və bu da ona bir təzyiq növüdür. Bundan əlavə Tofiq Yaqublu qətiyyətlə bildirdi ki, aclıq aksiyasını dayandırmaq barədə qəti düşünmür, sona qədər gedəcək və tələbi isə odur ki, qanunsuz son